Bonjour à tous. Aujourd'hui, on va apprendre les vêtements en français. Si tu es prêt, écoute bien et apprenons ensemble. C'est parti. Une jupe à fleurs, tüllü etek, des escarpins, hündürdaban ayakkabı, un cardigan, toxunma üst geyimi yaxud hırka. Un pancho à carreaux, damalı panço. Une robe à pois, xallı don. Un t-shirt imprimé, şəkilli köynək, yaxud naxışlı köynək. Un t-shirt qısa qol köynəyə deyilir. Un anorak à capuche, kapüşonlu, qalın, yun kurtka. Anorak adətən kapüşonlu olur. Un t-shirt uni, bir rəng köynək, yaxud tək rəng köynək. Un trench coat, yaxud parça plaş. Un survêtement, idman dəsti, yaxud idman geyimi. Des mocassins, makasin ayaqqabı. Un chandail, yun köynək. Des bottines, qısa çəkmə. Des tennis, idman ayaqqabısı. Un blouson, yüngül gödəkçə. Des moufles, tək barmaq, əlcək. Un sweatshirt, une salopette, kombinzon. Un polo köynək, adətən qısa qol və düyməli olur. Yuxarı boğaz hissəsi düyməli olur. Des barésilles, rezin corab. Une ballerine, balerin ayaqqabısı, yaxud düz ayaqqabı. Un débardeur, qolsuz köynək. Une mule à talons, önü açıq, hündürdaban ayaqqabı, yaxud hündürdaban sabo. Des pantoufles, ev ayaqqabısı. Un maillot de bain, çimərlik geyimi, yaxud çimərlik kostyumu. Un slip, dar tuman. Un caleçon, enli tuman. Des baskets, idman ayaqqabısı. Un bermuda, uzun şort. Un tailleur, qadın kostyumu, həm pencək və ətək, həm pencək şalvardan ibarət olur. Un kaban, qısa, qalın palto, adətən düyməli olur. Un bas de laine, yun corab. Une paire de chaussettes, bir cüt corab, yaxud des chaussettes, corab. Une doudoune à capuche, kapüşonlu, qolsuz kurtka. Un sabo. Un bikini, yaxud çimərlik geyimi. Un beret, papaq, adətən rəssam papağı olaraq da deyilir. Un bonnet, qotazlı papaq. Une casquette, kepka. Un kepi, bu da kepkadır. Lakin hərbiçilərin daha çox istifadə etdiyi kepka növüdür. Un soutien-gorge, büzgalter. Des collants, kalkotka. Voilà, c'est tout. Si tu as aimé cette vidéo,
n'hésite pas à me liker et à me dire merci. À la prochaine vidéo. Au revoir, à bientôt.